ABŞ-dan Azərbaycanla bağlı şok mesaj, hazır olun. Azərbaycan bayrağı fonunda cəmi 2 söz, be prepared hazır olun. Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strategi Luke Coffey tərəfindən Hay platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. Axar Az Musavat.com-la istinadən xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Coffey'nin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Luke Coffey kimdir və niyə dedikləri bu qədər önəmlidir? Luke Coffey ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri olan Hudson İnstitutunun aparıcı tədqiqatçısıdır. O, Avropa, Avrasiya, NATO və transatlantik təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda ciddi təsir imkanlarına malik analitiklərdən sayılır. Coffey uzun illər ABŞ-da strateji düşüncə mərkəzlərində çalışıb, NATO xətti üzrə təhlükəsizlik planlamalarında iştirak edib və ABŞ xarici siyasətinin ideoloji konturlarının formalaşmasında rol oynayan fiqurlardan biri kimi tanınır. Onun açıqlamaları bir çox hallarda Vaşinqtondakı real siyasi proseslərin öncədən siqnalı hesab olunur. Azərbaycan bayrağı hazır olun təsadüfdür, yoxsa planlı mesaj? Əsas diqqət çəkən məqam budur. Luke Coffey hazır olun mesajını məhz Azərbaycan bayrağı ilə birlikdə paylaşıb. Bu isə bir sıra ciddi suallar doğurur. ABŞ regionda yeni mərhələyə hazırlaşır. Cənubi Qafqazda strateji dəyişikliklər gözlənilir. Azərbaycan bu prosesdə açar ölkə kimi nəzərdə tutulur. Vaşinqton Bakı ilə bağlı öncədən mesaj verir. Ekspertlərin fikrincə bu paylaşım ABŞ-ın Cənubi Qafqaz və Orta Asiya xəttində yeni geosiyasi konfiqurasiya qurmaq niyyətinin açıq göstəricisidir. Bəs bu mesaj İran və Cənubi Azərbaycanla bağlıdırmı? Ən çox müzakirə olunan sual isə məhz budur. Be prepared çağırışı İranda, xüsusilə Cənubi Azərbaycanda baş verən hadisələrlə bağlı ola bilərmi? Son həftələr İranda, o cümlədən Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi Cənubi Azərbaycan şəhərlərində artan etirazlar, sosial gərginlik və təhlükəsizlik tədbirləri fonunda bu paylaşımın zamanlaması təsadüfi görünmür. Siyasi müşahidəçilər hesab edir ki, ABŞ İranda mümkün daxili silkələnmələrə hazırlaşır. Cənubi Azərbaycan faktoru regionda strateji risk və imkan kimi nəzərdən keçirilir. Azərbaycan Respublikası bu proseslərdə təbii geosiyasi mərkəz rolunda qiymətləndirilir. Vaşinqton region ölkələrinə, xüsusilə Bakıya proseslərə hazır olun mesajı verir. Bu baxımdan Luke Coffey'nin paylaşımı İran daxilində mümkün ssenarilərlə bağlı dolayı xəbərdarlıq kimi də oxuna bilər.